Əslində immunitet hansı aylarda düşür aşağı? Elə bu dövrlərdə. Bu dövrlərdə. Bu dövrlərdə düşür. Biraz da niyə elədir? Dediyimiz kimi, bugün soyuğun olmasından əlaqədar olaraq infeksiyaların, mikrobların, virusların inkişafı üçün şərait yaranır. Məsləhət görülür. Məsələn, tutaq ki, sarımsaq bir mənalı şəkildə bu virusları məhv edən çox qiymətli bir dəyəridir. Sarımsaq yeyən adamlarda, yəni sarımsaq yeyən ölkələr var. Müqayisə olunmaz dərəcədə ki, bunlar hamı ləzzət alır o sarımsağın ətrindən, yəni orada çəkimirlər. Orada xərçəng xəstəliyi, qrip, nə bilim, yenə viruslar inkişaf eləməyə mümkün deyil. Siz təsəvvür edin, kəsib sarımsağı stolun üstünə qoyanda, o uçan virusları tutur. Siz təsəvvür edin, ondan o qalxan ki, onun tərkibində sarımsağın efir yağları var, o ətri verən, sarımsağın iyini yaradan və ondan başqa da soğan suyu. Mən hər zaman deyirəm, qripdir, 2 saatdan bir burnuna soğan suyu töksün. Uşağın da özündə uşaq körpəsə su ilə qatsın. Yox, böyütsə ona təmiz soğan suyu. 2 saatdan bir soğan suyu tökmək, Eldar müəllim, demək, qrip viruslarının minlərlə ştampı var, minlərlə. Ona görə onu müalicə edeyim, onu mən nə bilim, peyvənd elədim, mümkün deyil. Təbii sularla? Təbii sularla 2 saatdan bir soğan suyu tökürsən, sarımsaq yeyir, ondan başqa qırmızı moruq mürəbbəsi, zoğal mürəbbəsi, ayağını üstüyə qoyur banka, tərrədirsən, nə bilim, tərrətmək yolundan bir gündə sulu xəncəli, əvvəlhil istisi tam tərriyir, bir gündə qutarır. Bir gündə, ikinci günə mümkün deyil. Mümkün deyil. Doktor, hətta mən eşitmişəm ki, gündə, internetdən oxumuşam, gündə bir dənə sarımsaq yiysən, heç bir ziyanı yoxdur, zərərli yoxdur. Çox adam deyir ki, mən məsələn xoşum gəldi sarımsaqdan. Yox, adam var deyir ki, məsələn, iyisi gəlir, yemirəm, ictimai yerə gedirəm, nəqliyyatdan istifadə edirəm. Onun da yolu var. Nazik doğrayırsan, ağzına dəymədən qaşıqla udursan, üstündən lap belə cəfəri. Bir ədəd də mixək ağzında tutaq saxlayırsan, bir qoxu gələ bilməz. Mümkün deyil qoxu gəlməz. Müxəng öldürür onun qoxusunu. Yox, elə o cəfəri öldürür. Ağzına dəymir axı. Belə baxanda cəfəri də xeyirlidir. Çox xeyirlidir.